Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda tort görünüşlü, çox dadlı, yumuşaq, kakoslu, şokoladlı piroqun hazırlanmasını sizinlə paylaşıram. Tez bir vaxtda asan hazırlanan, çay süfrəsinə yaraşan çox ləzzətli bir piroqdur. İndi keçək piroqun hazırlanma qaydasına. Bunun üçün əvvəlcə qaba 3 ədəd sındırdığım otaq temperaturunda yumurtanı əlavə eləyirəm. Üzərinə 250 ml stəkanla 1 stəkan şəkər tozu, çay qaşığının ucunda az duz əlavə eləyib mikserlə qarışdırıram. Yumurta ilə şəkər tozunu mikserlə ağarıb mayonez halına gələnə qədər yaxşıca qarışdırıram. Alınan qarışıma 1 stəkan otaq temperaturunda süd əlavə eləyirəm. 1 paket şəkərli vanil, 100 ml də bitki yağı əlavə eləyirəm. Bunları da əlavə eləyəndən sonra mikserlə az qarışdırıram. Piroqun xəmiri üçün bir dolu təpələmə stəkan, bir də yarım stəkan un götürmüşəm. Unu əlavə eləyirəm. Üzərinə də 1 paket qabartma tozu. Bunları biraz qarışdırandan sonra un qarışımını ələkdən keçirdirəm. Unu ələkdən keçirdəndə onda piroq həm hündür, həm də çox yumuşaq alınır. Qeyd edeyim ki, istifadə elədiyim stəkan ölçüsü 250 ml-dir. Hissə-hissə ələkdən keçirdib qaba əlavə eləyirəm. Artıq mikserlə qarışdırmıram, çırpıcı ilə qarışdırıram. Çırpıcı ilə çox rahat qarışdırmaq olur, içində topaqlar qalmır. Qalan unu da ələkdən keçirdəndən sonra qarışdırıram. Piroq kakoslu, şokoladlıdır, ona görə hazırladığım xəmirin üzərinə 3 yemək qaşığı da kakos əlavə eləyirəm. Kakosu sevməyənlər kakosu elə 3 xörək qaşığı unla əvəz eləyə bilər. Bir dolu təpələmə xörək qaşığı da damla şokolad. Damla şokoladı da doğranmış qoz ləpəsi ilə əvəz eləmək olar. Bunları da qaba əlavə eləyəndən sonra çırpıcı ilə qarışdırıram. Nə çox bərk, nə çox yumuşaq bir piroq xəmiri alınır. Piroqu belə bir şüşə formada bişirirəm. İçərisinə bir xörək qaşığı bitki yağı əlavə eləyəndən sonra fırça ilə qabın içərisini, hər yerini yağ çəkirəm. İstifadə elədiyim formanın diametri 26 sm-dir. Əgər siz piroqu başqa formada bişirmək istəsəniz, onda formanın içərisinə yağlı kağız sərin ki, piroq bişəndən sonra içərisindən çıxartmaq rahat olsun. Formaya boşaldandan sonra xəmiri 2-3 dəfə masaya çırpıram, havası çıxır. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 35-40 dəqiqə bişirirəm. Piroq artıq bişib, mənim sobamda 35 dəqiqəyə bişdi. Çöplə yoxlayıram, əgər ələ yapışmırsa, deməli içərisi də yaxşı bişib, qoyuram qalır, tam soyuyur. Tam soyuyandan sonra formadan da çox rahatlıqla çıxır. Piroqu belə bişirəndən sonra öz zövqünüzə görə üzərini bəzəyə bilərsiniz. Mən piroqun üstünün papaq hissəsindən bıçaqla kəsib biraz çıxardıram. Onu ovuntu halına gətirəcəm. Piroqun üstünü, yanlarını bəzəmək üçün. Piroqun üstündən çıxartdığım biskviti əlimlə ovuşdurub ovuntu halına gətirmişəm. Piroqun üzərini bişmiş qatlaşmış südlə, kakosla, bir də bıçaqla doğradığım şokoladla bəzəyəcəm. Siz zövqünüz bişmiş qatlaşmış südü istənilən cimlə əvəz eləmək olar. Qatlaşmış süddən piroqun üstünə yanlarına çəkirəm. Untularla, kakosla, bıçaqla doğradığım şokoladla bəzəyirəm. Siz öz zövqünüzə görə istədiyiniz şəkildə tək şokoladla, tək kakosla, tək untularla da bəzəyə bilərsiniz. Piroq üçün istifadə etdiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd eləmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Yan hissələrini də untularla bəzəyirəm, untularla örtürəm. Belə gördüyünüz kimi gözəl, kakoslu, şokoladlı bir piroq alındı. Piroqu hazırlayandan sonra
Yarım saat gözlədib artıq sonra kəsib çay süfrəsinə vermək olar. Çox yumşaq, dadlı, tort dadında kakoslu, şokoladlı bir piroq alınır. Piroqu hazırlayarkən öz zövqünüzə görə istənilən dəyişikliyi eləmək olar. Keçək görək piroq necə alınıb. Tort dadında şokoladlı, kakoslu, yumuşaq, dadlı bir piroq alındı. Siz də hazırlayın, özəl günlərdə, bayram günlərində əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, əgər abunə deyilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.